reality show başladı yine. Işıklar yanır sahnede. Dünya TV bizimle. Bu gece söz evinde. Hanımlar, cənablar, əsl şou başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu mekan. Renk katır her an. Söz değil yürekten o. Elvin aparır meydan. Alkış sesi dalgadır. Studiyada bayram var. Sahneye kim çıksa da bu daldız dolu. Kısa bir fasilədən sonra Əsr Show yenidən canlı yayımla sizlərin qarşınızdadır. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün də, belə deyim, o bir həftəlik fasiləni sizlərə unutturmağa gəlmişik. Gözəl bir proqram tərtib etmişik və o proqramla sizlərin könüllərinizi fəth edəcəyimizə inanıram. Bugün gözəl insanlarla birlikdəyik, gözəl söhbətlərimiz var və sürprizlərimiz var və bir çox, belə deyim də, gözəl söhbətlərə toxunacağıq, gözəl ifalardan zövq alacağıq. Odur ki, bizi izləməyə davam edin, kanalı dəyişməyin, elə Dünya TV-də qalın. Bizim əlaqə nömrəmizi də görürsünüz, 055 698 55 64 nömrəsinə WhatsApp vasitəsilə öz ürək sözlərinizi yaza bilərsiniz. Biz də onları səsləndirməyə çalışacağıq. Mən buradan da bizim əməkdaşlarımıza salamlarımı çatdırıram, zəhmətkeş insanları salamlayıram və nə yaxşı ki, varsınız, Yaquba da xüsusi salamlar. Oradan gözəl sözlər deyir efir boyu mənim qulağıma. Sağ olsun, var olsun. Əziz tamaşaçılar, mən istəyirəm ki, artıq ifaya, söhbətlərə yer verək. Qonaqlarımızı dəvət etməyə başlayaq və elə ilk qonağımdan istəyirəm ki, başlayım, onu dəvət edim. Bir dəfə də bizim efirimizdə olub, onu gözəl tanıyırsınız. Gözəl, belə deyim, gözəl insandır, sevirsiniz, ifalarını da sevirsiniz və bu səhnəyə lazımı bir adamdır. Dəvət edim, gəlsin əziz tamaşaçılar, beynəlxalq muğam müsabiqəsinin qalibi, gözəl xanəndə, prezident mükafatçısı, mənim dəyərli dostum. Bugün də yeni bir mahnısı var, elə ilk o mahnı ilə də dəvət edim, gəlsin öz gözəl ifası ilə Elsevər Muradov. Əzablara sığal çəkdi əllərim, qarasında dərd gizlədi gözlərim. Mənim ən vəfalı həmdəmim oldu, ömrümdən ötüşən yorğun illərim. Mənim ən vəfalı həmdəmim oldu, ömrümdən ötüşən yorğun illərim. Lali la lali lali la 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 la. Kimə can söylədim aldı canımı, yamanlar yaxşı tək aldı yanımı. Kədərə boyadı qəm hər anımı, mənə yoldaş oldu yorğun illərim. Kədərə boyadı qəm hər anımı, mənə yoldaş oldu yorğun illərim. Yorğun illərim, yorğun illərim, mənə yoldaş oldu yorğun illərim. Yorğun illərim, yorğun illərim, mənə yoldaş oldu yorğun illərim.
çekti her an yaş oldu. Dilimde kök saldı zaman kaş oldu. Mənə sirdaş oldu yorğun illərim. Dilimde kök saldı zaman kaş oldu. Mənə sirdaş oldu yorğun illərim. Lali la lali lali la 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 la. Kime can söyledim aldı canımı. Yamanlar yaxşı tek aldı yanımı. Kedere boyadı qəm hər anımı. Mənə yoldaş oldu yorğun illərim. Kedere boyadı qəm hər anımı. Mənə yoldaş oldu yorğun illərim. Yorğun illərim, yorğun illərim. Mənə yoldaş oldu yorğun illərim. Yorğun illərim, yorğun illərim. Mənə yoldaş oldu yorğun illərim. Yorğun illərim. Yorğun illərim, yorğun illərim, yorğun illərim. Mənə yoldaş oldu yorğun illərim. Axşamınız xeyir olsun. Mənə elə belə xəyallara daldım. Hər vaxtınız xeyir olsun. Efir qarşısında əyləşib bizi izləyən tamaşaçıları ürəkdən salamlayıram. Sevə-sevə sizin verilişi gözləyən, izləyən tamaşaçıları ürəkdən salamlayıram. Hər vaxtınız xeyir olsun. İnşallah ki, bacardığımız qədər çalışarıq ki, sizin könüllərinizə yol açaq, İnşallah. zövqünüzə oxşayaq. Allah sizlərdən razı olsun. Mən də inşallah. Bu ifa mən eşitməmişdim. Yeni ifadır bu deyəsən. Bəli, hərçənd ki, düzdür, bizim qonşu kanallarda ilk yayımı, Efir artıq o məlumatı aldım. ilk yayımı etmişəm bu mahnının. Bu mahnı da mənim növbəti bəstələrimdəndir. Sözləri bizim dəyərli şairəmiz Leyla Mətinə aiddir və musiqi lentə almanı da ki, bizim Elvin qardaşımız Qocayev Elvin lentə alıb. Təşəkkür edirəm hər birinə. Gözəl bir işbirliyi alındı. Dinləyənlər, eşidənlər çox deyirlər ki, yaxşıdır. İnşallah ki, ardı gəlsin. Biri də mən. Allah sizdən razı Sadəcə olsun. olaraq belə deyim də, yorğun illərim, niyə bu mahnını oxumaq belə istədiniz? Nə yaşanmışsınız ki, bunu oxumağa məcbur oldunuz? Yox, siz deyən bir yorğun bir il yaşamamışam. Amma ki, bu şeiri mən TikTok platformasında görəndə Leyla Mətin paylaşmışdı öz şeirini, onun şeiri dedi, paylaşmışdı. Mən onu oxuyanda o şeir mənə təsir elədi, duyğularıma tuş gəldi. Mənim o, necə deyirlər, ilham pərimi oyatdı. Mən ona bəstələdim, gördüm ki, oturur, yaxşı alınır və dedim ki, niyə də olmasın, niyə də bunu yazdırmayaq, alındı, şükür Allaha. Bəs mən bir sual vermək istəyirəm. Öz bəstələrimiz də var. Yəni, bu sualı sizə ünvanlaya bilərəm. Sizcə, söz birinci olanda daha keyfiyyətli olur, yoxsa bəstənin üzərinə sözlər yazılsa? Sözü oxuyursan, sözün məğzinə, mənasına varandan sonra avtomatik olaraq, əgər bəstələmə qabiliyyətin varsa, avtomatik olaraq sənin beynində o sözə uyğun musiqi yaranır. Necə deyək də, yəni belə alınır onun bəstələmək və sən də onu bəstələyirsən, sözə uyğun ölçüyə, biçiyə salırsan, nəqarətini, başlığını, hamısını ölçürsən, biçirsən və gözəl bir iş ortaya, ərsəyə gəlir Allah'ın izniyle. Bu gün Elsəvər özünə bəstəkar deyə bilərmi? Yox, mən böyük bəstəkarlardan üzr istəyirəm. Düzdür, mən böyük bəstəkarlara göstərmişəm, mənim mahnılarımı
Mən dinlətdirmişəm mahnını. Deyiblər ki, adını çəkmərəm bəstəkarlarına. Mən dinlətdirmişəm mahnılarımı, deməmişəm mahnını mən bəstələmişəm. Dinləyiblər, çox təhsillənirlər həqiqətən də. Deyirlər, bəs bu kimin işidir bu? Mən demişəm ki, bəs mənim işimdir. Belə şoka düşüblər. Deyiblər ki, sən yəni bu iş, bəstələmə işlərini davam elə yəni da. Mən belə deyim, bir çox efirdə mən bu sualı ünvanlayıram. İndi bir özünüz deməsəz də, yəni özünüzə, amma bəstəkar kimi fəaliyyətiniz var, yəni bəstələriniz varsa özünüz üçün, yoxsa var mı başqa oxuyanlar? Mənim bu bəstələdiyim bəstələr var ha. Bu mahnıları oxumuşam efirlərdə. Bir çox tanınmış müğənnilər var. İstəmirəm onların da adını çəkim. Allah onlara da can sağlığı versin. Hərəsi üçün bir mahnı boynuna almışam. İstəyiblər mənim zövqümlə bir bəstə istəyiblər oxumağa. Düzdür, onların repertuarlarında çox bəstəkarlardan mahnılar var və mənə də müraciət ediblər, məndən də istəyiblər. Mən də inşallah ki, onlara əsirgəmərəm. Amma demişəm ki, siz hansı şeirdən təsirlənirsinizsə, həmən o şeiri mənə ötürün, mən o şeirə uyğun siz üçün mahnı bəstəliyim. İnşallah ki, gözləmədəyəm. Kim hansı şeiri istəsə, mən ona uyğun bəstələyərəm Allah'ın izniyle. Söz yazmaq qabiliyyətiniz? Söz yazma da var. Nə yoxdur, onu deyin onda. Az da olsa söz yazma da var məndə. Hələ ki, onu elə bil çıxartmamışam, amma necə deyirlər, piyasaya... Üzərində iş gedir. Hə, üzərində iş gedir. Hətta qəzəl də var, şeir də var. Amma ki, ola bilər ki, yəni şairlərdən də üzr istəyirəm mən. Görürsən ki, bəzi heyzalarda, sözlərdə, nöqtə, vergüllərdə bəzi qırıqlar var. İnşallah ki, onlar barədə də işləyərəm, onların üzərində də işləyərəm. Baxaram da, o da əgər üzə çıxardılasıdırsa, bilirsiniz nədir? Məsəl üçün, mən musiqiçiyəm. Təbii ki, bildiyiniz kimi, mənim ixtisasım muğammatdan ibarətdir. Mən içimdə musiqi olduğuna görə, mən musiqini kiməsə gedib göstərmirəm ki, mənim musiqim var, bax görə bu yaxşıdır, yoxsa pisdir. Mən özüm ondan əminəm, onun yaxşı olmağından. Çünki özüm musiqiçiyəm axı, amma şairliyim yoxdur mənim. Düz, o mənə gəlir, beynimə gəlir ki, hecalarla, nə bilim, yaza bilirəm şeirlər, amma o şeiri hansısa bir güclü bir şairə göstərməliyəm. Bu, onlar bunun üstündə işləyim, yoxsa yox. Və bunu deyən xanəndə Azərbaycan Dövlət Televiziyasının solisti, bir ustadın tələbəsi və özü də bugün tələbələr yetişdirən pedaqoqdur. Mən müəllimlərdən, pedaqoqlardan, mən ilk öncə efir vasitəsilə mənim ustadım olan xalq artisti, şöhrət ordenli, dəyərli müəllimim Mənsum İbrahimovu salamlayıram. Onun danılmaz zəhməti var mənim üzərimdə. Təbii ki, onun zəhmətini mən heç vaxt itirmərəm, hər yerdə də qeyd edirəm, vurğuluyuram. Çünki ta 2002-ci ildən bəri mənim üzərimdə çox zəhməti var. İnşallah ki, mən də çalışıram bir tələbə kimi onun zəhmətini itirməyim, dəyərləndirim. Allah can sağlığı versin mənim dəyərli ustadıma Mənsum İbrahimova ki, onun təbii ki, kölgəsi altında bir çox tələbələr var, tanınmışlar. Hətta fəxri ad alanlar da var, bütün müsabiqə qalibləri olanlar da var və müsabiqələrə hazırlaşanlar da var. Maşallah, hamısı layiqli formada öz müəllimlərimiz, bizim ustadımızın adını yüksəklərdə tuturlar. Bugün müsabiqədə iştirak edənlər, mən qalibləri demirəm, iştirak edənlər hər biri və yaxud da iştirak eləyənlər fəaliyyətini davam etdirirmi? Bəli, fəaliyyətlərini davam elətdirirlər. İstər-istəməz, məsəl üçün, bir müsabiqə qalibi olmaq, məsəl üçün, o demək deyil, məsəl üçün, sən müsabiqəyə seçilmisənsə, 20-liyin içindəsənsə, bəli, Azərbaycan üzrə o seçimlər gedir, mərhələlərlə ələnilir. Ələnilir, gör nə qədər adamların içində ələnirsən, 20 nəfər seçilirsən. Sən o 20 nəfər seçilirsənsə, o boyda karifey sənətkarların qarşısında 20-liyə girirsənsə, sən artıq qalibsən. Ona görə də o demək deyil, məsəl üçün, düzdür, birinci, ikinci, üçüncü yerlər seçilir, söhbət ondan getmir. Amma ki, o demək deyil, məsəl üçün, yer tutmayıb da diplomant olanlar ruhdan düşsünlər. Düşməməlidirlər məncə ruhdan. Onlar artıq qalibdirlər, əgər 20-liyin içindədirlərsə, öz fəaliyyətlərini davam elətdirməlidirlər, çalışmalarını davam elətdirməlidirlər. Tənbəllik bir şey deyil. Tənbəllik geridə qalmaqdan artıq bir şey deyil.
O da məsəl üçün heç müsabiqə qalibi olmayan diplomatlar var ki, fəxri adlar alıb. Öz üzərində çox çalışmaqlarla. Mənlə bir yerdə 2003-cü ildə bizim möhtərəm prezidentimiz cənab İlham Əliyevin inaugurasiya mərasimində, and içmə mərasimində bir yerdə biz çıxış eləmişik. Qarabaş qəssəsi oxumuşuq uşaq vaxtında. Arzu Əliyeva, Xasay Allahverdiyev və mən. Üçümüz bir yerdə Qarabaş qəssəsini oxumuşuq and içmə mərasimində və orada Arzu Əliyeva məsəl üçün muğam müsabiqəsində yer tutmadan öz üzərində elə mükəmməl məşğul oldu ki, o bu dəqiqə məsəl üçün Azərbaycanın əməkdar artistidir. O məsəl üçün o insanlara bariz bir nümunədir ki, o çalışmayanlara, məsəl üçün ruhdan düşənlərə bariz bir nümunədir ki, yəni ki, o demək deyil, müsabiqədə yer tutmursan, deməli sən çalışmamalısan, ruhdan düşməlisən, o demək deyil. Çalışmalısan, özünə inanmalısan, xüsusən də məsəl üçün o cür insanların qarşısında, yəni ki, sən seçilmisənsə, öyle sənin qalibiyyətindir o. Bunun özü bir qalibiyyət. Və əlbəttə, ona görə ruhdan düşmək lazım deyil. Mən bütün burada, düzdür, mənim də tələbələrimdən İncəsənət Universitetini qutaranlar var, konservatoriyanı da qutaranlar var. Mən onlara tapşırmışam ki, siz hər hansısa bir müsabiqəyə əgər qatılarsınızsa, o müsabiqədə yer tutmarsınızsa, diplomat olaraq ayrılarsınızsa, heç vaxtı gərək ruh düşkünlüyü yaşamayasınız. Və elə də olublar, şükür Allaha, hərəsi bir yerdə işləyirlər, hökmən deyil, məsəl üçün, gedib, məsəl üçün, dərs desinlər. Hansısa bir, yəni ki, Allah ruzularını yetirir, yəni. İmkanların birində yəni. Əlbəttə ki, əlbəttə ki. Demək ki, ruhdan düşməmək lazımdır. Bəli. Mən bu sualı ona görə ünvanladım ki, bugün xanəndəlik ixtisasını bitirənlərin hər biri xanəndə kimi fəaliyyət göstərmir mən biləm. Bəli. Və o niyə göstərmirlər? Çünki ruhdan düşmək desək, musiqiçi kimi fəaliyyətini davam etdirir. Bəli. Bəs xanəndəlik kimi fəaliyyətini davam etdirməkdəki mane nədir? Xanəndəlik ümumiyyətlə bir çox məsuliyyətli. Bu musiqi aləminin ən məsuliyyətli janrı muğam aləmidir. Məsəl üçün, biraz da bilirsiniz nə məsələ var burada. İndi yəni biz gərək açıq danışaq ki, burada cəmaata əyan olsun bizim beynimizdəki əsas fikir nədir. Biraz da bilirsiniz necə, belə yəni maddiyyata, qazanc dalıca düşürlər. O demək deyil, məsəl üçün, muğamda qazanc yoxdur. Sən muğamın mükəmməl ifaçısısansa, deməli sənin alıcıların olar. Məsəl üçün, mən muğamın yaxşı ifaçısıyamsa, əgər mən yaxşı ifa edirəmsə, insanların könüllərinə yol açıramsa, mənim, necə deyirlər, belə loru dildə desək, mənim bazarımın, mən satıcıyamsa, mənim alıcım da var, əgər mən yaxşı mal satıramsa. Məsəl üçün, ruh düşkünlüyü yaşayırlar, o muğamdan uzaqlaşanlar, görürlər ki, yox, daha da estrada sənəti, necə deyim sizə, yəni adi bir mahnı ilə çox pul qazana bilirlərsə, o tərəfə yönlənirlər və başlayırlar o tərəflə öz pullarını qazanmağa. Mən o işə də pis baxmıram. O demək deyil, muğam oxuya bilməyən adam deməli məşğul olmamalıdır bu sənətlə. Mən hamısına uğurlar arzulayıram buradan. Biz, məsələn, ikimiz eyni səhnədəyik və mən istəyirəm ki, belə deyim də, xanəndə olum, xanəndə kimi fəaliyyət göstərim və mən bilirəm ki, mənim səsim Elsevərin səsinə çatmayacaq. Bu artıq ruh düşkünlüyüdür sizə, yoxsa qəbullanmaq? Mən başqa janrda oxuyum. Əgər bilirsiniz necədir, biraz da yəni özü-özündə qəbullanmaq da var. Yəni ki, biraz bilirsiniz necə, belə insanın xarakterikinə də aid olan bir şeydir. Adam var qəbullanmır, adam var uduzmağı sevmir. Mübarizə aparır. Adam var uduzmağı sevmir, amma elə də uduzur. Amma uduzmağı da bacarmaq lazımdır. Əgər onu həqiqi, yəni qəlbən, əgər onu qəbul edərsənsə, görərsən ki, mən zəifəmsə filan kəsdən, sənin o işin dalıca çapalamağın, yəni elə çapalaya belə pismasan elə qalırsan. Yoxsa əgər sənə aid olan yol nədirsə, onu tapıb irəliləyəndə daha da müvəffəqiyyətlər qazanırsan. Təşəkkür edirəm Buyurun. gözəl açıqlamalara Buyurun. görə. Allah Əslən razı başçılar, bizim bir qonağımız daha var. Mən istəyirəm ki, onu da dəvət edim. O da bizim efirdə olub və belə deyim, onun da
onunla olduğumuz efir mənim üçün çox maraqlı keçir, çünki çox səmimi insandır, gözəl söhbətləri var, gözəl ifaları var, rəqsi var. Amma bir balaca sosial şəbəkələrlə bağlı, belə deyim də, təsirə düşmür düzdür. Amma o sözləri ki, deyir ki, mənə niyə belə yazırlar və onun ötən efirimizdə yadınızdadırsa, saz məsələsi vardı ki, sazı itmişdi. Görək onu tapıbmı, tapmayıbmı? Dəvət edim gəlsin, o öz trend ifası ilə, indi bilmirəm onu ifa edəcək yoxsa yox, amma yeni ifası ilə gəlir, bəli. Dəvət edim gəlsin, gözəl dostum, gözəl müğənni, dəvət edirəm, Amil Qocayev. Evlerinin önü yonca, evlerinin önü yonca, yonca kalkmış dam boyunca, dam boyunca. Boyu uzun, beli ince, boyu uzun, beli ince. Ninne yarım ninne, esmer yarım ninne, ninne ninne. Boyu uzun, beli ince, ninne yarım ninne, esmer yarım ninne, ninne ninne. Evlerinin önü lale, evlerinin önü lale. Sagi doldur ver piyale, ver piyale. Yoldaş olup düşek yola, yoldaş olup düşek yola. Ninne yarım ninne, esmer yarım ninne, ninne ninne. Yoldaş olup düşek yola, ninne yarım ninne, esmer yarım ninne, ninne ninne. Gezdiğin yerleri çok dolanmışım, eşkinin oduna gizli yanmışım, eşkinin oduna gizli yanmışım. Artık bahar değil karlı bir kışım, odlanıp yansan da aktarma beni, odlanıp yansan da aktarma beni, odlanıp yansan da aktarma beni, odlanıp yansan da aktarma beni. Peşiman olsan da aktarma beni, peşiman olsan da aktarma beni. Çıkıram sevgilim dağlara sensiz, dağda geripse yer dumansız şensiz, dağda geripse yer dumansız şensiz. Gez dolan dünyanı, gez dolan mensiz, peşiman olsam da aktarma beni, 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 odlanıp yansam da aktarma beni, odlanıp yansam da aktarma beni, odlanıp yansam da aktarma beni. Amma sizə axtarmaq olar. Xoş gəldiniz bir daha. Qonaqlarla. Bir daha salam. Bir daha salam. Necəsiz? Darıxdıq sizin üçün. Mən də valla. Oturun burada. Niyə harda istəyirsiniz otun? Həmişə. Həmişəki kimi, bəli. Həmişə. O axtarma dediniz, axtardığınızı tapdınız. Axtardığımı tapa bilmədim. Doğru da. Heç kim üzə çıxmır. Bu arada tamaşaçıları salamlayıram. Verilişinizə dəvət üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm, Çox gəldiyiniz gözəl üçün. verilişiniz var həqiqətən. Bomba kimi. Minnətdaram. Xoşdur. Bugün sürprizlərimiz var inşallah.
Hadi bakalım. Necəsiz? İşlər necə gedir? Yeniliklərdən nə var, nə yox? İstidir də, yəni sürünə irəliləyirik. İstidə iş olmur. Həm məhərrəmlikdir, həm istidir. Yəqin musiqiçi qardaşımız da yəni çətindir vəziyyət. Amma siz yeni ifanız var. İsti də olsa. Yəni isti əngəl Yo, deyil. mahnılar var, mahnılar olur. Yəni ona etirazımız yoxdur. Bəli. Sadəcə isti olanda insanın xanımların enerjisi yüksəlir, amma kişilərin enerjisi İsti biraz sevmirsiniz onda. mən istimənlik deyil. Belə Mən gecə də. gündüz yaxsın. Hə, Allah hə. Adamın ruhu belə enerjili olur onda. O çardağa o Tık tık su tık damcıları gəlir. Onda elə rahat yatıram ki, həqiqətən. Yəni möhtəşəm. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, təşəkkürlər. Ötən efirimizdə biz sizinlə çox söhbət edə bilmədik, amma mikrofonu qoymayın, hələ söhbətimiz var. İnşallah. Stilinizi dəyişirsiniz. Ola bilər. Mən də sizə sataşım. Bir dəqiqə bəzən siz qonaqlara sataşırsınız. Çox yaraşır. Doğrudan. Qəşəngdir, hə. Minnətdaram. Qəşəngdir. O Biraz saqqalı biraz elə bil ki. buradan kimə deyirsiniz onu, amma nəysə, çox o barədə deməyin. Mən sizin demədim axı. İmiciniz heç nə deməmişəm. Mikrofona İmiciniz qəşəng olub, yox. Təşəkkür Əksinə dedim mən. təşəkkür edirəm, minnətdaram. Bir gün inşallah dəvət eləsəz, klipdə gəlib oynayarım. Təşəkkür edirəm, sağ olun. Hə, belə deyim də, mən sizi sosial şəbəkələrdən düzü mən izləməsəm belə, yəni nə mənada, mən girib Amir Qocayev yazmasam TikTok səhifəsinə belə qarşıma çıxır. Maşallah olsun. Çıxacaq əlbəttə ki, hər videom keşfətdədir də mənim. Maşallah, bu qədər də belə təvazökar. Yox, təvəzzükarlıq deyil. Hər gün gündə bir dəfə, 2 gündən bir dəfə stabil paylaşsan, keşfətdə qalacaqsan. Amma sən tanınsan da, tanınmasan da, gündəlik o TikTokdan söhbət gedirsə, aktivlik ölür də. Bəs mən belə deyim də, biz bir əməkdaşla sizin, mən indi bir sözümü deyim, sonra reklamlara keçəcəyik. Sizin bir ifanız var YouTube-da, o mahnını bizim əməkdaşlar da çox sevirlər. Hansı? Mahnını unuttum sözün adını, açığı. Məsələm? Yox, yox. 7000 baxışı var idi. Ay, az bax. O yoldaşıma yazmışam ona Zuzun mahnısı. Uzun deyil idi. Nəysə, bu barədə biz reklamlardan sonra onu Müzakirə dəqiqləşdirib eləyəcəyik, dəqiqləşdirəcəyik. Əziz tamaşaçılar, əsl şouda qısa bir reklam fasiləsinə ayrılırıq. Daha sonra yenidən əsl şouda olacağıq. Gözler tek gözlere bakır, sevgi gönüllere bakır. Gözler tek gözlere
Səsinizə qüvvət. Var olasınız. Deməli, bu da mənim, bundan öncəki oxuduğum mahnı da mənim bəstəm idi. Bu da mənim bəstəmdir. Elə bil, bunu elə bil toy üçün yazmışam da, el şənlikləri üçün yazmışam. Çox ürəkdən oxumusan. Allah səndən razı Özü də olsun. lirik tenorsan, ha, çox zil səsin var. Hə. Deməli, Sevgi ahladındadır bu. Məsəl üçün, o lirik janra da mən müraciət eləmişəm. Bu janra da müraciət edirəm. İnşallah ki, bir neçə bəstəm də var. Aranjirovkadadır inşallah Allah ki. tutarlı olar. Allahın izni ilə. Şükür Allah. Nə qədər əgər qəlbinizə yol aça bildisə mahnı, nə xoş mənim halıma. Valla qəlbimizi tam belə fəth etdi. Allah Çox razı gözəl olsun. idi. Çox sağ olun, minnətdaram. Əlinə, ürəyinə sağlıq, Var səsinə olasın. sağlıq. Çox sağ Dəyərli olun. insanlar, mən sizə bir sual ünvanlamaq istəyirəm. Biz demək olar ki, bir çox efirimizdə mən bu sualı ünvanlayıram və bir tamaşaçı kimi, dinləyici kimi və mən bunun cavabını almaq istəyirəm. Hələ ki, sözün açığı, yəni qane edən cavablar var, amma sizdən də bir cavab almaq istəyirəm ki, mən bugün musiqi dinləmək istəyirəm və mən xalq mahnılarını qulaq asmağı sevirəm. Yəni bayağı mahnılardan qaçıram. Və bir çox müğənnilər gəlib efirdə deyirlər ki, bayağı mahnılardan uzaq durun və s. və ilaxır. Bu sözsüz. Sadəcə olaraq mən sualım ondan ibarətdir ki, sizə görə bayağı musiqi nədir və biz nədən uzaq durmalıyıq? Mən cavablayım sizə. Ya da birinci mən deyə bilərəm. Buyurun. Bayağı mahnı dedikləri mən o gün bir dəfə o sualı vermişdim ki, bir nəsə hansısa mahnıdan söhbət etmişdiniz. Mən demişdim ki, bəs o mahnı bayağıdırmı? Belə bir sual vermişdim. Hə, bir dəfə belə bizim aramızda dialoq olub. İndi mən araşdırdığıma görə bayağı mahnı bu deməkdir. Bayağı mahnının bədii dəyəri olmayan, zövqsüz, tez unudulan, bax, yəni ağırlığı, çəkisi olmayan keyfiyyətsiz bir mahnıdır. Mahnılara deyirlər. Bunu mənim araşdırdığım budur. Yəni bayağı mahnı. Ancaq valla bayağı mahnı mənim fikrimdə genel olaraq yoxdur. Çünki o dəfə də elə bir sual vermişdiniz. Sualınıza da cavab vermişdim ki, bayağı mahnı nəyə deyirsiniz? Mən hələ bilmirəm bayağı mahnı nədir. Dağlar üsulunda bir mahnı var. Nə bilim, musiqili meyxana var. Nə bilim, cazı var, deep house-u var, nə bilim, reggaetonu var. Hər türdə, yəni popu var və fantazi, arabesk və s. və laxır. Onun hər öz üslubunu sevən xalq var. Yəni indi o bayağı mahnı dediyiniz bayağı mahnını sevən bir kütlə var. Sən onu necə pisləyə bilərsən? Yəni o pis olsa, o mahnı deyirlər, məsələ bir mahnı demişdiniz. O mahnı dediniz, məsələ tutaq ki, bayağı mahnıdırmı? Birisi dedik, məsələ bayağı mahnıdır. Axı sizin sual verdiyiniz ifa? Yox. Birinə sual verirlər ki, bayağı mahnıdır o. Mən bilirəm o bayağı mahnıdır. Yaxşı, bayağı mahnıdırsa nətər gəlib qulağımıza gəlib çatıb bu vaxta kimi? Demək ki, onun bir kütləsi var. Bir kontingent onu da sevir. Onu nətər pisləyə bilərsən ki? Yəni indi mən belə geyinirəm, qardaşın heç xoşuna gəlməyə bilər mənim geyinim. Zövqlər tartışılmaz. Ona görə demək istəyirəm ki, bayağı mahnı deyə bir şey yoxdur mənim üçün. Yaxşı oxumamaq, yaxşı təqdim etməmək ola bilər sadəcə belə bir şey. Amma bayağı mahnı yoxdur mənim üçün. Siz necə düşünürsünüz? Maraqlı açıqlama. Qardaşın bütün sözlərinə şərik oluram və öz əlavəm də var bu mövzuna əlaqədar. O bayağı mahnı deyib bəyənməyən adamlar var ha. Bu dəqiqə el şənliklərində o bayağı mahnını oxuyub çörək qazanırlar. Mən də onu deməyə çalışıram ki, qardaşın sözünə qüvvət. İndi bir-birimizin övə gedəsi deyilik bir. Yəni izdaniyanın başında. Yəni məsələ ondan gedir ki, niyə dəstəklədim mən də sözünü? Həmin mahnılardır toy şənliklərini şənləndirən. Cəmaatın zövqünə onda biz belə əgər kimi baxaq da onda, hə? Hörmətsizlik edək. O belə çıxır o? Yox. Məsəl üçün bir çox mahnılar var. Mən buradan mahnı olaraq sadalamaq istəmirəm də onu. Məsəl üçün, yəni ki, adı mənim ətrafım olub. Məsəl üçün, mən muğam ifaçısıyam. Mənim janrım muğamatdan ibarətdir. Amma mən türk də oxuyuram. Mən toy oxuyuram. Mənim böyük ekibim var, ansamblım var. Yəni düzdür, onun reklam xatirinə demirəm. Yəni siz görmüsünüz, şahidsiniz. Orada mən məsəl üçün toy mahnıları toya başlayanda toyda ifa etdiyim mahnılarının bayağı olub olmamağını mən beynimdən silirəm onu.
Nəyə görə? Qardaş, kütlənin, millətin istədiyi bir mahnılar var. Onun içində hər şey var. Onun içində xalqın elə bir şeylər var. Məsəl üçün bayağı qoymuşuq da adlarını bir çox necə deyim? Məsəl üçün 100%lik bir şeylə götürsək, onun 30%-i bayağılaşdırılıb. Bayağı adı qoyulub bizim özünü yaxşı musiqisi hesab edənlər tərəfindən. Düzdür? Mən məsəl üçün xalq mahnılarından ibarət bir papuri oxuyuram. Görürüm ki, o bayağı deyilən mahnı da gedir onun ortasında. O da oxunur, o da cəmaət ona da oynayır. Hə, ona da oynayır. İndi duraq, yəni cəmaətin zövqünə, yəni əgər tutaq, deyək ki, yox, cəmaət buna əgər bayağı deyirsə, deməli cəmaət düz şeyə qulaq asmır. Elə deyil o. Bəs bu musiqimiz sırf bizim el şənliyinə mi xitab edir? Yox, bu bizim qardaşını mən ilk dəfədir görürəm, ilk dəfə də əl verdim, salamlaşdım. Çox gözəl oxudu da. Yəni buna nətər indi bu ifaya, bu gözəl səsə nətər bayağı demək olar? Mən zaten ona demədim. Yox, ümumiyyətlə də, yəni əgər kimdənsə nəsə eşidilibsə ya da indi mənə də demiş ola bilərlər sənə. Ancaq necə deyim? Elə bil ki, mən keçmişə məni bütün apardı, keçmişə Karfeylərimizin elə bil ki, o ifa tərzlərini mənə xatırlatdı qardaşın ifası. Ona görə bunu tərifləmək lazımdır. Bayağı da ki, dediyim kimi, siz o vaxt indi yadıma düşdü, Çimnaz mahnısı var idi. Mən onu eşitməmişdim. Dedi ki, bayağı mən bilmirəm amma. Getdim xanımımla qulaq asım. Çox gözəl mahnıya. Onun da öz sevənləri var. Onun da öz kütləsi var. Onun da öz sevənləri var. Sən onun o kütləyə nətər hörmətsizlik etmək olar? Mən bir dənə bunu qəbul eləmirəm. Bəs bugün sizcə sizin repertuarınızda necə? Kütlənin bayağı adlandıra biləcəyi bir ifa varmı? Mən ümumiyyətcə bayağı sözünü qəbul eləmirəm. Bayağı mahnı deyə bir şey yoxdur. Düzgün təqdimat olmayan bir mahnı var. Bayağı kiməsə bayağı, məsələn kimsəyə bayağı deyirsə, o artıq paxıllıqdır deməkdir. O artıq qəlbi təmiz deyil. O artıq qurtlu bir adamdır. Vəssalam, qurtlu bir adamdır. Qəlbi tozludur onun. Getsin gözəl bir 5 gün yaxşı ürəyini hamama girsin, yusun. Yəni hə, bu qədər. Yəni o insan paxıl insandır. Bir dənə də belə bir şey də var. Mən də bayağı deyiləndə mənim beynimə nə gəlir? Amin. Bayağı deyiləndə mənim beynimə belə bir şey gəlir ki, o mahnı bəstələnərkən onun musiqi kulturasına düzgün riayət eləməmək. Varsan bu söhbətə? Maksimum belə ola bilər ki, maksimum nə ola bilər? Elə bir ki, siz qardaşı təqdim edirsiniz, amma gözəl təqdim etmirsiniz, ona layiq təqdim etmirsiniz. Bax, bunun kimi bir şey ola bilər. Sən mahnını gözəl oxumaya bilərsən, bu bir. Mahnını indi mən ninni oxudum, amma onu estrada etmişəm, amma onu caza çevirməmişəm. Çox pozmamışam mahnını da. Yəni, bəzi mahnıları var, məhv edirlər də, mahnının mahnılığından çıxardırlar. Və deyirlər ki, bu belə də olar. İndi elləmək olar. İndi deyir, palaza bürün, ellə sürün. Sabah baxdım ki, bu yolda artıq çörək var, məcbur mən də o şey edəcəm. Ancaq mahnını çox pozub, yaxşı oxumayan, səsi olmayan evdə ona qaz verir. Demək ki, bala səndə o səs var deyib onu çölə çıxardan, onu efirlərə çıxartmağa çalışan, bax o valideynlər və özü də qaza gəlib müğənni olmaq istəyənlərdir o mahnını bayağı eləyən. Amma mahnı, məncə bayağı mahnı yoxdur. İndi elə ifaçılar var ki, bizim xalq mahnılarımızı elə bir gündə oxuyurlar ki, bayağıdan qat-qat aşağı vəziyyətə qoyurlar onu oxumaq. Məsəl üçün, cip cücələrin mahnısını elə ifa etmək olar ki, adam ona qulaq asar, heyran qalar. Amma elə də bir sənin lap üst bildiyin mahnını elə bir pis günə qoyarlar ki, qulaq asa bilmərsən sən ona. Bu qədər. Bu qədər basit yəni. Son bir söz deyəcəm. Məsələn, mən pop ifaçısıyam. Məsələn, deep house oxuyuram, pop oxuyuram. Arada arabeski də çox sevirəm. İndi öz fikrimi, arabesk mənim damarımdır, yəni o başqa. Ancaq belə bir söz deyim də, arabeski pop kimi oxumaq olar. Pop mahnını arabesk kimi oxumaq olar da, başa düşdünüz. Mən ən müasir bir mahnını tam belə o bayağılaşdıran müğənnilər kimi oxuya bilərəm. Deyirlər bu belə bir ki, nənəmin oxuyan adamdır, indi də gəlib pop oxuyur. Bax belə bir şey. Bax bu cür bayağılaşdırırlar mahnını. Edə bilərlər deyə düşünürəm. Mən istəyirəm ki, sizin repertuarınızdan müraciət edək. Olsun. Gözəl bir ifa eşidək. Coşdur Evran abi. Coşduran mahnılar qoymurlar bu dəfə. Mənim Bahar xanım
bilmədim, bir səhv eylədim. Mən səni sevirəm dedim. Neylədin, bizə neylədin? Qədrini niyə bilmədin? Daha yoxdur sonu, o hara mən ara. Aramızdakılar çəkilin kənara. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Neylədin, bizə neylədin? Qədrini niyə bilmədin? Daha yoxdur sonu, o hara mən ara. Aramızdakılar çəkilin kənara. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, mən özüm bilərəm. Məsələm, məsələm, bu mənim məsələm. Qalaram, gedərəm, barışıb küsərəm. Kəsərəm yolunu, ya da get deyərəm. O mənimdir axı, başına dönərəm. Bu bahar bizim başımıza oyun açır. Gene YouTube'dan veribsən də bu mahnı. Bu mahnı klipdə sujetləri yerləşdirə bilmirdik. Məcbur uzun verdik də çalğı yerini. Başımızın şirin bəlası. Yəni çox salamlayırıq, çox istəyirik sizi. Səni çox sevirik. Allah qorusun. Təşəkkürlər. Məsələmi verdilər. Nə olub? Mən bugün bunu oxumayacaqdım. Doğrudan. Bahar xanım bilmirsən nə oyunlar qarışdırırdı. O məsələmin YouTube-da şərh qismində bəlkə nə qədər bir şərh var idi. Nə yazılmışdı? Yo, orada 19 milyon izlənməsi var. Türkçə Yaxşı yazılmışdı. tutdu. Gizemli Star. O kimdir? Bilmirəm. Bir çox adam yazmışdı. Gizemli Star. Gizemli Star. Nə mənadır? Vallahi yalan deyirəm. Mən istəyirəm sizə bir video göstərim. Göstərin. Və bu barədə sizin bir fikrinizi almaq istəyirəm. Olar. Amma xahiş edirəm ki, mənim səsimi alsınlar, zəhmət olmasa əməkdaşlarımız. Çünki bu, belə deyim də, bizim efirdə olub bu söhbət və siz onda burada yox idiniz və mən düşünürəm ki, sizə də söz haqqı yaranıb. Mən istəyirəm ki, bizim əməkdaşlar mənim səsimi alsınlar. Xahiş edirəm. Verə bilirsinizsə, bəli, buyurun. Güya ki, yəni bilmirəm də bu mahnını, o qədər də önəmli deyil, belə bayağı musiqi kimi qələmə vermək
Amma vallahi nə bilim də hərənin öz zövqü var. Yəqin onların zövqü başqa formadadır. O oğlan da hardasa tanımıram onu, hardasa görmüşəm elə bil. Bizim efirdə Sizin efirdə görmüşəm. Mahnısına da qulaq asdım ondan sonraki. Görüm bu hansı sənət əsərini oxuyur ki, bunu bayağı hesab eləyir. Amma hesab etmir. Hesab et. Sual verir. Yo, sual verir amma biz o necə çıxır? Sual verir yəni ki, elə o elə çıxır da. Mən elə bildim ki, sual verməməlidir axı. Əslində o sual verilməməli. Çünki bayaq biz Muradla da danışanda o mahnı haqqında heç mən bilmirdim ki, Murad o mahnını sevir. Dedi ki, mən qətiyyən o mahnı. Çünki mahnıda qarmoniya var. O musiqini bilən adamdırsa, bilməlidir ki, musiqidə qarmoniya varsa, o mahnı bayağı sayıla bilməz. Sənət əsəri də deyir, amma bayağılıq başqa şeydir. Murad bayaq yaxşı açıqlama verdi o barədə. İndi oğlanın özü oxuduğu mahnı bayağı sayılır. Notu bilinmeyen bir daha söyleyirəm. Bildim amma bu dərəcədə o xanım müğənni də var orada. Bəli. Ağsaqqal kimi tanımadım onu. O Asif İsa Oxuyur mu, şeir mi Bəli. yazır? Nəçidir? müğənnidir. Müğənnidir. Bəli. Valla mən deyəsən siz orada sual verdiniz ki, bu demir, sual verir. Bəli. Çünki siz demirsiniz axı. Siz o rubrika ərəfəsində siz mənə sual verdiniz ki, bu mahnı sizcə bayağı deyilmi? Mən sual verdim. Bəli, mən də zaten Çünki onu o deyirəm. bayağı söhbətini burada mən açmamışam. Burada genel olaraq qonaqlar arasında açılmışdı, söz açılanda. Mən də bayağı sözünü əsasən dedim ki, bayağı nə deməkdir bilmirəm mən. O söhbət burada rubrika ərəfəsində o smayliklərdən mahnı tapırdıq yadınızdadırsa. Ay sağ ol. O mahnı gələndə mən o mahnını səsləndirdim, dedim bu mahnıdır. Fəridə xanım Mirişova da qonağımız idi. O mahnını oxudu, siz mənə sual verdiniz. Sizcə bu bayağı deyilmi? Sual Bayağı verdiniz. deyildim. Bu sual vermişəm Mən mən. sual Bilmirəm mən bunu. Yəni bayağı sözünü mən buralardan öyrənmişəm. Siz tərəflərdə burada bura gəlib gedəndə söz açılır deyə öyrənmişəm. Ancaq Bura gəlib mən gedəndə Ağsaqqalı söhbət açılır, tanımıram. amma təbliğ etmirik. Amma tanımıram, bilmirəm. Ola bilər ki, onun gözəl musiqiləri var və o inanıram ki, o gözəl mahnıları var və onun heç bir bayağıza söhbətinə əlaqəsi yoxdur. Yəni ona salamlayıram. Mən sizin mahnınızı bayağı deməmişəm. Nə də sizə bayağı deməmişəm. İndi siz mənə deyirsiniz ki, onun elə oxuduğu bayağıdır. Yaxşı, mənim bayağının mənası bədii dəyəri olmayan bayaqlar dedim də. Yəni keyfiyyətsiz, zövqsüz və tez yaddan çıxan. Mənim məsələm mahnım 1 il yarım bundan qabaq çıxıb trenddə, bugünkü günü trenddədir. 19 milyon YouTube'da izlənməsi var. Baxdırın görüm onun neçə min izlənməsi var. Milyon demirəm. Neçə min izlənməsi var. Bir dənə YouTube'dan girə bilərsiniz bunu? Siz danışın, mən bu dəqiqə baxıram. Girin görək. Mənim neçə mahnılarım videosu, neçə milyon izlənməsi var hər bir videomun. Maşallah elə O bayağı nəyə deyirlər? Mən bəxtlər nə dedim? Kimsə kiməsə bayağı deyirsə, o adam paxıldır. Vəssalam. O adam paxıldır, qurtludur. Bu qədər basit. Yəni mən insanı tanımıram. Ona şəxsən salam göndərirəm, salamlayıram, hörmət də göstərirəm. Mən o adamı tanımıram. İndi o mənim mahnıma bayağı deyib də. Yəni deyir ki, bayağıdır sənin mahnıların. Hal-hazırda YouTube'da izlənmə sayısı 18 milyon 390 min 946. Kiminki? Məsələn. Yox, indi o müəllimə baxın. Müəllim ifalara başlayanda YouTube yox idi axı. İndi oxumurmu bəs? İndi oxuyur. İndiki Sadəcə belə oxuduğuna deyim də, baxın görün. O öz üzərində belə deyim ruh düşkünlüyü yaşamışdı. Bəs nətər ki, əgər bir insan tutuzdurmayan bir insan başqasına nətər onu müzakirə İndi edə sizə bilər? görə YouTube'dur mu tutuzdurmaq? Əlbəttə ki. Amma o dövrdə YouTube yox idi. YouTube, yox, başa düşmürsünüz. O dövrdə mən də var idim. Yox, sizdən öncəki dövrlərdə. Yox, indi Siz hələ bax cavansınız. izah eləyirəm, yox. O dövr dediyiniz bu 90-cı illəri, 2000-ci illəri deyirsiniz də yəqin ki. Müəllimin nə qədər yaşıyor? Bir 50 yaşancaq olar da onu. Bilmirəm. Yəni o dövr deyəndə biz Sovetlərin ilk başlanğıc vaxtlarına getmirik ki. Bu son, yəni bir tarix deyil də, yəni bu dediyiniz vaxtdan söhbət gedir. Yəni demək istəyirəm ki, bir insanın kütləvi bir auditoriyası onun yoxdursa, başqasını onun müzakirə eləməyi, onun sən bu deyilsən deməyi düz gəlmir. Yəni elə bil ki, o heç bir bina, bir memar gəlir, heç bir bina tikməyib, amma gəlib
bina tikənlərə irad bildirir ki, sən bu bloku səhv qoyursan. Get bir hələ sənə bir blok qoy, bir onun üstünün sıvasını çək, ondan sonra. Mən indi ağsaqqalı tanımıram, vəbşə bilmirəm. İlk dəfə həyatımda, ilk dəfədir üzünü gördüm burada, həyatımda ilk dəfədir. Yəni o mən deyir, baxdım deyir, bayağıdır deyir. Sənə kim dedi onu? Ruhlar mı gəlib dedi sənə onu? Yəni onu nədər bildirsən bayağıdır. Bayağı nəyə deyirlər? Bədii dəyər olmayan dediyim kimi zövqsüz və tez yaddan çıxan. Axı məsələn gündə nə qədər izlənir bilirsiniz bugünkü günü? Bir il yarım bundan qabaq mahnı çıxıb, hər gün aşağı yuxarı 50.000 yenə YouTube-da izlənməsi var onun. Ötər bu bayağı ola bilər yaxşı. Və siz bu fikirlə necə, belə deyim də, nə fikriniz var, nə sözünüz var? Mən Müəllimin buyurun. Müəllimin qardaşa dediyi yanaşması başqa oldu. Amma qardaşın müəllimə böyük yanaşması oldu. İnsani cəhətdən, yəni ki, dedi salamlayıram onu uğurlar arzulayıram. Hələ bu belə hər şeyin cavabını verdi. Allah sənə ürəyincə versin. Hər halda bu Amil Təşəkkür Qocayevin fikri idi. Mən düşünürəm ki, bugün bizim efirdə Elsəvər barədə də bir müğənni bir söz desə, mən düşünürəm ki, o burada yoxdursa ona söz haqqı yaranır və Bilirsiniz nədən söhbət gedir? Bax, məsələ mən yəni sualı belə sən deyə deyirəm çünki qardaşım. Buyurun. Məsələ gözəl aparıcılığın var, amma Təşəkkür. gəlib beyaza, məsələ Türkiyənin aparıcısı beyaza ona söz atmağın ki, sən yaxşı aparıcılığı etmirsən. Bu düz gəlməz də, yəni mən buna gəlirəm. Məsələ bundan söhbət gedir. O nə olur olsun, o sizdən bir neçə pillə qabaqdadır. Artıq təcrübəlidir. Ümumiyyətlə mən heç bir aparıcısan, pis aparıcısan deyə bilmərəm. Ay sağ ol. Mən ümumiyyətcə bu vaxta kimi mən sözündən də sevmirəm, amma məcbur işlədilir. Ümumiyyətcə dediyim kimi pis mahnı yoxdur. Bayağı mahnı yoxdur mənim üçün. O müəllimin Lüboy mahnısını aç, hər mahnısını aç. Deyəcəm ki, super bir mahnıdır. Sadəcə bu az izlərim, çox izlərim, ona da baxmaram. Sadəcə ona sözünə əsasən o sözü dedim ki, insan baxar kimi müzakirə eləyər də. Mən məsələn indi durum Aygün Kazımovaya mənim nə həddimə müzakirə edim də. Mənim Röyanı durub nə həddimə mənim durum onu müzakirə edim ki, Röya yaxşı müğənni deyil. Nə həddimə mənim də, yəni onu. O xalq artisti, onu xalq sevib artıq. Yəni onu artıq. Dediyim doğru. Yəni başa düşürsünüz nə demək istəyirəm? Onu demək istəyirəm ki, o gözəl insanda mən deyirəm ki, bayağıdırmı? Sual vermişəm. Bayağı sözünün mənasını bilmirdim mən. Onun cavabında yenə də ürəyinin elə bir ki, yəqin ki, paxıl insandır o. Demək ki, o yenə ürəyində o şeyi saxlayıb, axırda sözünün axırında da deyib ki, elə bir ki, o bayağıdır. Yəni onun elə özü oxuduğu bayağıdır. Bu düz gəlmir axı. Bu hər halda sizin fikriniz idi və bəli, sizin Hər halda yox, dəqiq fikir idi bu. Sənə Buyurun, buyurun. Sənə belə sən kiməsə bəlkə də oxşamağı xoşlamarsan, amma sənə deyiblər Tarkan'a oxşayırsan. Hamı deyir, hə? Deyiblər biraz, amma nə bilim, çox mu oxşuyuram ki? Mən sənə arzulayıram ki, Tarkan qədər belə ucalasan. Təşəkkür edirəm, çox sağ ol. İnşallah bir gün konsert təşkil etsin, o belə səhnənin içindən çıxır, deyir. Çox sağ olun, təşəkkürlər. Yəni Mən düşünürəm ki, mən hər dəfə Amil Qocayev bizim efirdə qonaq olanda bunu deyirəm. Yəni mən o mahnılarını sizin sözünüzə qüvvət gözəl təqdim edirsiniz. İstər rəqslərlə, istər, yəni mən düşünürəm ki, bir pop star belə olmalıdır. Yəni ekrandan baxan tamaşaçı zövq almalıdır, həm ifadan. Məsələn klipində, elə məsələn klipində sizin nə qədər gözəl sözlər yazıblar kliplə bağlı ki, klip də gözəldir, yəni zövq, mahnı gözəllik verir insana. Yəni mahnıdan mahnıya dəyişir. Mənim qardaşım oxuduğu mahnıda rəqs edə bilmərsən. Amma sizin oxuduğunuz rəqs Hə, rəqs edə bilirsən. O belə samballı kişilər o toyda çıxır, o pul buraxanlar belə o yaşıl dollarlar çıxardır. Ay qadan alim. Onlara olar. Onlar orada gedir. Amma bu rəqsə indi qardaş durub belə şou göstərsin düz gəlməyəcək. Belə. Hə, düz gəlməyəcək. Amma mənim mahnılarım düz dursa, o tərsinə düz gəlməyəcək. Sənin mahnıların deyim də ən bariz açıqlama verim də bir dənə. Məsəl üçün evdə kimsə oturub belə nəyinsə dərdini çəkir də, ya borcun dərdin, ya kreditin dərdin, məsəl üçün çəkirsə, açır Dünya TV-ni, görür ki, Amil oxuyur. Vəsə, Nasirina düzəldi, hər şey qaydasında, borc xərc yaddan çıxdı, Burada şey var mı qardaş? Vəsə, qısaldı getdi. Pozitiv enerji ötürürəm də, yəni negativ ötürməkdənsə pozitiv daha yaxşıdır. Hətta oradan burada mənə o xoş enerji gəlir.
Qarşılıqlıdır. Bu qarşılıqlıdır. Doğrudan. Elə bir insan var ki, bilmirəm bilirsiniz də, qarşındakı insan enerjini sorur. Elə bir insan var ki, qarşındakı insanın enerjisini sorur. İndi Mən- bizdə pozitivdir də, hə, elə olur. Bəzində heç enerji yoxdur, ölü adamdır da, yəni. Amma bizim üçümüzdə də var, bir-birimizə belə elə bil ki, tenis topu kimi bir-birimizə atladırıq, yəni belə. Var olasınız. Bu gün sizin elə bir bəstəniz varmı düşünəsiniz Kamil Qocayev ifa etsin? Yəni özünüzdə belə deyim də o pop mahnıları yazmaq bacarığı varmı? Yox da, yəni sizin oxuduğunuz repertuarınız. Mikrofona desəz, hamı eşidər inşallah. Mikrofona desəz. Sənin timsalın, sənin xətrinə və sənin timsalında bütün Azərbaycanımızın xətrinə inşallah ki, o arabeskdən sənə xoşuna gəldiyin üçün İbrahim Tatlısəsin bir kimə nə var, kimə nə, yoluna güllər dökərim. Niyə dərdimizi, borcumuzu yada Yox, salırsan? yox. Mən iminlə, yəni sənin onun o xoşladığın üçün bir dənə bax gör necə alındı bu. Mən maraqlı olaraq sizin ikinizin də ifası. Bilirsiniz necə ola bilər ikimizin infası? Bizim ikimizin də onun da səsi, qardaşın səsi də çox zildir maşallah. Ha, Mən də çox İbrahim Tatlısəsçi deyiləm. bilirəm. Amma oxumaq olardan ha. Məsələn, nəyi məsələn? Aramam, sormam bir daha, Gələ. yalvarsam belə Allaha. Çıxmasa gecəm sabaha, aramam. Vay, vay. Ha, Niyə gözəl gəlmir? gəl. Niyə gəlmir? Yo, dalı gəlməyəcək, gözə yoruldum. Peşinden geldim kaç kere, dünyamı yıktın bin kere. Sana bir kere Aramam. Hadi bakalım. Allah, bak Pop yaşa. ifaçısından ha bu da geldi de ne gayrı. Yani, Təşəkkür edirəm. Maşallah, sən cəmaatın xəbəri yoxdur səndən. yani arabeskçi değilim ama arabesk benim damarımdır. Yani sevirəm. Maşallah. Çok kulak asırım. Bir dənə buna bax. Bir dənə yox. Bir dənə bura. Yoluna güller dökerim, derdin varsa ben çekerim. Yoluna güller dökerim, derdin varsa ben çekerim. Seni doldurur içerim kime ne, kime ne, kime ne, ah kime ne. Sen ise kölen olurum, derdine derman olurum. Gecene gündüz olurum, kime ne,
Çox Var sağ olun. olasınız. Allah razı olsun sizlərdən. Aramandan sonra Hə, şükür Allah, əlbəttə ki. Mən çalışıram ümumiyyətlə hansısa bir mahnını oxuyanda, o mahnı hansı ladın üzərindədirsə ya, o lada dəqiq varım onun içinə. Bildin də nə demək istəyirəm qardaşım? Məsəl üçün, bir mahnı seygah üstündədirsə, mən seygah ladını beynimə təmiz yeridirəm və ona müraciət edirəm. Çahargah olsun, mahur olsun. Təbii ki, bildiyin kimi də hər bir mahnı hansısa bir muğamın üstündədir. Və o hansısa bir mahnı muğamın üstündədirsə, məsəl üçün, necə deyim sənə, nədən saçlarım? Bir zamanlar bəndə deli gibi sevdim. Bizim borclarımızı yada salma. Mahur üstündədir. Mən mahurun ladına varıram, onu dadlı eləmək üçün. Başa düşdün nə deyirəm də? Onu dadlı eləmək üçün o mahnının xarakterikinə, onun ladına dəqiq varmaq lazımdır ki, onun dadını verə biləsən. Türklər demişkən onun kıvamına gətirmək üçün. Belə. deməli, tamaşaçılar, əziz qonaqlar, bir neçə dənə mesaj var. Maşallah olsun. Sadəcə olaraq bir Amil Qocayevin hər efirdə qonaq gələndə bir nömrə var. Hər efirdə yazır. Ola bilər gözümüzdən qaçır, ola bilər qaçmır. Mən istəyirəm ki, bugün onu səsləndirim, onun yazdığı mesajı. Sizə təşəkkür edirik belə gözəl müğənnilərimizi dəvət etdiyiniz üçün. Amil Qocayevin həqiqətən səsi möhtəşəmdir. Dinlədikcə insanın ruhu dincəlir, ifa etdiyi hər notda hiss və peşəkarlıq var, uğurları davamlı olsun. Yazan kimdirsə onun da... Qoxum qələbədən olaraq tapşırıb gəlmişəm. Yəni, Eləmi? Tapşırıb gəlmişəm. Yeni Ulduzun favori müğənnisi. Kim yazıb o? Bilmirəm. Bir nömrə. Yeni Ulduzun elə də mən onu qəbul edirəm. Bu indi yekə xanalıq kimi çıxmasın. Yeni Ulduz 6 çox reklam olaraq da çox yüksək səviyyədə keçib. Sırf Yeni Ulduz 6. Yəni mən bunu deyərəm. Elsəvər bəyi salamlayırlar Cəllabaddan. Ramin, Ramal. Siz xanəndəmiz Elsəvər Muradovu salamlayır, uğurlar arzuluyur. İnanın ki, mesajımız çoxdur, sadəcə olaraq bizim vaxtımız yoxdur. Mən də efir vasitəsilə salamlayıram, mənim dəyərli dostumdur. Mən keçən bundan qabaqki veriliş var ha. Demişdi ki, bəs mən yazdım, amma oxuna bilmədi. Mən dedim ona ki, bəs ard-arda mesajlar var. Mən buradan salamlayıram Ramin qardaşımı, balasının kiçik toyu oldu, getdik ora, iştirak elədik ailəvi olaraq. Çox gözəl insanlardır, gözəl millətli, gözəl cəmaatdır. Bütün Azərbaycanımızı salamlayıram. Eləcə də Cəllabad rayonundakı olan... Eşq olsun, eşq olsun, biz də salamlayırıq. Sizdən öncə biz Elsəvər bəy ilə söhbətinizdə siz vurğuladınız ki, müsabiqədə qalib olmasan belə, öz üzərində çalışmalısan, işləməlisən. Bəli. Yəni siz müsabiqədə neçənci yer tutmuşdunuz? Müsabiqənin 3-cüsü oldum mən. Yəni canlı sübut. Hə, 3-cüsü oldum. Birincisi hal-hazırda hələ ki bir ara gündəmə gəldi, sonra yoxdur. O xətrimdə istədiyim bir adamdır, Vüqar Muradov. İkincisi demək olar ki, yoxdur. Gəncədən idi, Seymur idi, dostumuz. O heç yoxdur. Nə səsi var, nə surağı var heç bir yerdə. Üçüncü də mən olmuşam. Bizdə olub, kimlər olub bizdə? Dediyim kimi Vüqar Muradov. Tanıdınız da belə hündür boylu. O birinci yer tutmuşdu. O birinci yer. Bəs görürsünüz, yəni deməkdə məqsədim odur ki, insan öz üzərində çalışmalıdır. Bugün Amil Qocayevin, maşallah olsun, fanat kütləsi. Elə heç nə demirəm, o YouTube-dakı o Məsələm mahnısına baxsaq... İndi bir dənə məsələm yenə gəlir, görək tutuzdura biləcəyim. Məsələm 2 yoxsa başqadır? Yox, məsələm deyil artıq o. Yəni, birinci mahnını mən böyük bir ara verdim də. 2006-dan sonra getdim, 2012-ci illərdə, 11-ci illərdə Türkiyəyə getdim. Orada 12 il qaldım. Orada həm də canlı səhnə alırdım. Buranın səhnələri bura kimi deyil, gedəsən şou proqrama, oradan kaseti bas, orada mən oxuyum, pulumu alım, 100 manatım, 150. Elə deyil orada. Canlı? Orada adamın boğazını boğarlar orada, yəni elə bir şeyləsən. Yəni mənim orada əzbəri aşağı-yuxarı 3000 mahnı bilirdim ki, 5 mahnıdan ikisini geri çevirməyim də. İkisini gərək biləmdən ən azından. Yəni orada fonoqram yoxdur. Yox, orada fonoqram yoxdur. Orada Balıq Ayxanla da mən səhnə aldım, o darbukacı. Yəni dediyim orada da elədir ki, saat başlayırdıq oradan neçədə? 2 dəqiqə, saat 8-9 radələrində başlayırdıq 9-da deyək, ta 1-2 kimi canlı.
Arada bir 30 dəqiqə mola verirdik, o qədər. Fasilə. Və hə, canlı gitar, canlı şey, bu onların bizdə məsələn musiqi çoxdur bizim toylarda. Mən öz fikrimi bildirirəm. Bizim müğənnilər daha asandır. Bizim müğənnilər daha asan. Bizim müğənnilər üçün daha asandır oxumaq. Nəyə görə toylarda? Belə orkestra ilə. Çünki çox olurlar. O demək olar ki 90% bizim restoranların, 90% restoranlarımızın akustikası yoxdur. Elə bil ki o 10%-ni qoyuram kənara gözəl olanlar. O 90%-ında da oxuyurlar. Həm də exon açırlar. Tom Meister yaxşı deyil. Düzgün səsləndirmirlər də. Ona görə də müğənniyə də biraz orada exoy verib bir balaca salon verəndə olay bitdi yəni. Nə oxsa artıq xalq oynayacaq ona. Amma Türkiyədə elə deyil. Quru səs. Bir balaca salon verə bilərsən. Hə, yüngül bir balaca salon. Oxumalısan. Adam sandım fos çıxdı, vıttır vızıq adamlar. Təmiz sandım pis çıxdı, vıttır vızıq adamlar. Vıttır vızıq. Bilirsiniz ha, bu mahnı çox məşhur bir mahnıdır. Sizə maraqlı gələ bilər. Bəli. İndi gedib baxarsan ona. Çox məşhur adam oxuyub özdə bunu. Bəs bu gün Amil Qocayev 6 saat toy idarə eləmə gücünə sahibdirmi? Əlbəttə ki 6 yox 12 saat idarə edərəm. Sadəcə elə bil ki gedirəm 1 saatlıq ya da yarım saatlıq. Yəni oranın aparıcısı olur. Ümumi də bir dənə musiqiçiləri olur. Yalan nə deyim, fonoqramda oxuyuram, canlı da oxuyuram. Mən bu məsələn mahnımı canlı nətər oxuyum? Sənə sual verirəm. Studiyinlə bir mahnıda. Yəni nəfəsim çatmaz. Yəni onu birbaşıya oxuyuram. Bir dəfə düşdük, yoldaşımla odura bax, sübutdur. Məclisə düşdük. Şeyi verdi stereo, mono mu deyirlər ona, stereo mu deyirlər? Yəni səs yoxdur. Bütün axıra kimi canlı oxudu. Karaoke getdi. İnanın Allah. Yo, bilmirəm nə məsələdir o. Axıra kimi canlı oxudum. Məndə də oldu belə. Bütün dərlətdi məni. Yəni onu demək istəyirəm ki, elə mahnılar var ki, onu canlı oxuya bilmərsən, çətin olur yəni. Onu oxuyandan sonra enerjin düşür. Ona görə ən gözəli studiyinlə olan mahnıları. Fonoqramda oxuyursan, belə başqa mahnılarını canlı oxuyursan. Onun səsi əl verir ki, toy oxusun axıra qədər. Axıra qədər oxuyub 2 dənə toy da oxuyar axıra. Sənin səsin əl verir, hə 100%. Az öncə mesajlar oxudum və bir mesaj da var burada. Mən istəyirəm onu da səsləndirim. Bilmirəm, belə deyim, bu mesajı səsləndirmək razılıq verərsiniz, yoxsa yox. Bir sevgi etirafıdır. Mənə mi qardaşam? Mən sizə baxıram. Naxaq baxırsan mənə, yəni mənə baxma. Razılıq, icazə versinizsə səsləndirim. Səsləndir. Yox, xanımın buradadır, boşayacaq burada. Ona görə deyirəm də. Yəni artıq onun yanındadırsa deyə bilərsiniz. Nə olacaq? Ona görə deyirəm, icazə versinizsə. Yox, mənim sevgi fikrinlə yaza bilər, amma Görək düşünürəm nə ki, onlar yazır. mənə qardaş kimi görür. Yəni orada elə bir şey yoxdur. Ya başqa cür olmaz canım. Salam Elvin bəy. Salam. Mənim Amil bəyə qarşı illərə dayanan sevgim, hissim var, amma cəsarət edib illərdə etiraf edə bilmirdim. İllərdən sonra cəsarət tapmışam özümdə. Amil bəyə hisslərimi ifadə etmək üçün gəlmişəm. Televiziyanın foyesindəyəm. Efirə dəvət etsəz məmnuniyyətlə gələrəm. Bu televiziyanın başqa çıxışı varmı? Bu televiziyanın başqa çıxışı pavilyonun yoxdur, yox. Yox, siz bu dərəcədə bilmirdim. Sevgi etiraf elə bildim ki, sadəcə deyəcəklər ki, hə, bəyənmişəm falan filan ola bilər. Amma indi o xanıma mənim bacımdır, ona salamlayıram buradan. Başqa cürdə ola bilməz. Xanım narahat olma. Mən dəvət etsəm necə? Yox, onda mən qalxaram gedərəm. Elə bir şey olsa yox. Elə bir şey düz gəlmir axı. Mən həyat yoldaşımdan gəlmişəm. Axı bu həm mənə hörmətsizlik olar, həm xanımıma hörmətsizlik olar. Məni keçin, mən kişiyəm, qururumu sıxaram bir balaca. Amma mənim xanımım onu həzm etməz axı, xoşuna gəlməz. O mənə bir müğənni kimi davranırsa, desək ki, yox, mən sırf müğənni kimi buna sempatim var, o başqa məsələ. Tamam. Buyursun ki, elə demir o. Mikrofon O elə demir. mikrofona danış. Amma müğənni kimi demədi. Sözlər O dedi ki, mənim Amil bəyə sevgi hissim var və televiziyanın foyesindəyəm. Reklamlarda biz görəcəyik kimdə, amma sizdən belə. yox, reklamlarda görməyəcəyik, mən çıxmayacağam ora. Siz çıxmayın, mən baxaram.
Yağır yağış bəs niyə ya? Yenə mənəm ıslanam şam kimi hər dəfə pərvanə. Oduna mənəm yanım, xatirələr yenə verir minə zan. Sən göydəsən mən yerdə, gəzir gözüm hər yerdə. Qırma qıymadığın qəlbin qalıbdır əllərdə. Min sualım var, kim verəcək cavab? Mənə demə gəlmə dur uzaq, bizə bu sevgi yasak. Səni mən gözləyirəm, dön deyirəm. Dön gəl geri sevirəm, mənim sən bilirəm. Dəli kimi gülürəm, bax sənsiz mən ölürəm. Dön gəl geri sevirəm, mənim sən bilirəm. Dəli kimi gülürəm, bax sənsiz mən ölürəm. Məndən soruşma nə olar, gözlərim yenə dolar. Kaş ki deyə biləydim, yerinə mən yarım öləydim. Mən qədrini bilmədim, sənsiz inan gülmədim. Dön gəl geri, dön gəl geri, dön gəl geri sevirəm. Mənim sən bilirəm, dəli kimi gülürəm. Bax sənsiz mən ölürəm. Dön gəl geri sevirəm, mənim sən bilirəm. Dəli kimi gülürəm, bax sənsiz mən ölürəm. Dön gəl geri sevirəm, mənim sən bilirəm. Dəli kimi gülürəm, bax sənsiz mən ölürəm. Dön gəl geri.
ucun ucun höreyim. Senin kimi bir zalime yar 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 yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim. Senin kimi bir zalime yar 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 yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim, nasıl gönül vereyim, nasıl gönül vereyim. Kuş dilin bilmez iken, kuş dilin bilmez iken, okudum bülbül oldum, okudum bülbül oldum, okudum. Bülbül oldum, bülbül oldum. Okudum bülbül oldum, 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 okudum bülbül oldum. Nə yaxşı ki oxudunuz. Bütün nə qədər İbrahim Tatlıses mahnısı var ha, hamısını oxuyar da yəni. Çünki səsi qırtlağı tam Bəlkə münasib. birini oxusun. Nə oxusa gedər də. Bir dənə bayaqçı kimi az öncə canlı... Amillə bir yerdə. Yox, mənim burdalar. Yox, yox. Mən xahiş eləyəcəm, oxuyacaq. Səndə nəyəsə olduğunu bilirəm. Ona görə. Mikrofona desəz inşallah. Mikrofon. Mikrofonla. Birini... Ayrılıktan yana kaç şarkı varsa hepsini bu akşam çal benim için. Tüm zarar ziyanın hesabı bende. Birkaç sitem daha kal benim için. Tüm Süper, zarar vallahi. ziyanın hesabı bende. Birkaç sitem daha kal benim için. Sende. Yox, məndə yoxdur, bircə dəqiqə. Bu qardaşın görürsüz doğuya da o Türkiyə tərəfdən deyirlər, doğu tərəfə də hitap etdi. Yəni o ləzzət elədi yox. Pişmanlık duyup da bir gün ararsan, neredeyim nasılım diye sorarsan. Pişmanlık duyup da bir gün ararsın. Neredeyim, nasılım diye sorarsın. Yaxşı bilmirəm sözləri. Bir ayrılık şarkısı seç, sessizce çal benim için. Bir ayrılıq nəğməsi seç. Azərci olsun. Sessizce çal benim için. Aynanın karşısına geç. Yüzüne bak benim için. Hey, aynanın karşısına geç. Yüzüne bak, yüzüme bak benim için. Benim için. Səni alqışlayıram. Mən bu mahnı yaxşı bilmirəm, onun üçün çox qardaşa dəstək ola bilmədim, amma özü zaten Mən də düşündüm ki, Sürütdə mənim apardı. burada nə işim var? Mən də gözəl ifaya görə təşəkkür edirəm. Canlı ifaya görə. musiqiçiləriniz olsaydı canlı bir şeylər oxumaq olardı. Yoxsa belə elə bir ki, akapella səs çox çətindir oxumaq. Akapella oxumaq çətindir bütün müğənni üçün. Gələn Amma dəfə oxuya bilər bir inşallah. şeyləri. Amma gedir sonra efir qarşısında oturur, təzədən qulaq asanda baxır ki, orada bəzi şeylər olub. Ona görə də çox adam risk eləyib həmən belə cəsarətlənib oxumur. Gələn dəfə inşallah ansambl olanda dəvət eləyəcəm. Burada bir şıdırğı. Amma belə deyim də, sizin maşallah olsun səsinizə heyran qaldım. İkinizin də. Maşallah. Enerjili insanlar ikimizdir. Biz
bilirsən, əsasən də bilirsən nədir? Səsimizin tonalizi də düz gəlir də bir-birinə. Lirik tenorda, ikimiz də Ha. lirik tenor. Mən nə oxuyuram, o da oxuya bilir oradan. O da o nəsə oxuyanda mən də oxuya bilirəm orada. Eyni vəhdət daşıyır. Sanki Bayaqkı amma oxumadın ha reklam arasında olanı ya. delikanlı. Kalbim duraksız. Səndədir də kömək edirəm. Haykırışlarda ne yapsam Ayrılamam senden asla, hafife alma, aşk vurur insana, bu kadar kolay sanma delikanlım. Çox yaxşı bilmirəm Sağ ol, amma sağ ol, əla. bunu mən oxumamalıyam əslində. Bu mahnı xanım kişiyə hitap edir, dəlikanlım. Genel olaraq ona görə bizim o dəli xanım, çox sevdiyim bir müğənnimiz Yıldız Tilbe bu dəlikanlım onu kişiyə hitap edir. Deyir dəlikanlım. Dəlikanlım elə bir ki deyəndə orada şey olur da belə sual var. Düz gəlmir. Siz niyə mikrofonsuz danışırsınız? Yox, birbaşa qadın sözlərdir. adına deyilməz ha? Dəlikanlım, indi Ha, mən deyə bilər. xanımıma nətər deyim ki, dəlikanlım mənim, dəlikanlım. Yəni- Yəni gül çiçək xanlım deyə bilərəm. Yəni mən ona nəsə dəlikanlım deyim. Amma belə genel olaraq oxunur. Təşəkkür edirəm. Var olasınız. Allah səsinizə Təşəkkür qüvvət edirəm. versin inşallah. Razı olsun. Ümidvaram ki, efirdə sizin üçün pis keçmədi, yorucu keçmədi. Çox xoş idi mənə. Qardaşa da çox xoş idi görürəm. Məsələ bir də bir söz deyim. Qardaşın da lirik tenordur, məndə də. Amma bağırmaq əsas deyil. Yəni bağırmaq əsas yorur insanları. Stabil, normal bir laddan oxunanda daha xoş olur. İndi burada elə bil ki, bu mahnı onu tələb edir deyə, İbrahim Tatlı səs də onu tələb edir deyə biz məcburən oradan keçdik də, yəni. Bəs Yoxsa elə mahnılar var ki, pes oxunmaz o məsələ. Sarı saçlarını deli gönlüme Ayca, bax denən də bunu bayaqdan. Hə. bağlamışım, çözülmüyor mihriban, mihriban. İndi bu çox tizdir. Amma bu demək deyil ki, mən yaxşı oxuyuram. Amma indi bunu hər müğənni də bu tizə qalxanmaz. Yəni o demək istəyirəm. Hə. söndür Yəni o mahnını. demək deyil ki, tizdən oxumaq bu məharət deməkdir. Sadəcə Tiz türk dilindədir. Yəni bizim zil hə, deməkdir. zil, üzr istəyirəm. Zil o demək deyil ki, lap belə bu güclü oxuyan deməkdir. Sadəcə zilin də bəzi bir yerləri var ki, arada vurub, toxunub qayıtmalısan ki, mən o da varam, məndə o da var. Bəs türk repertuarına müraciət edirsiz. Azərbaycan repertuarından varmı belə bir dənə qəşəng? Gelmişem otağına, oyadım seni, kara gilem, oyadım seni. Ne güzel, ne güzel halk eylemiş yaradan seni, kara gilem, yaradan seni. Ah götürüb mən qaçaram aradan səni. Ay balam aradan səni. Ey Kızım. kızıl gül esti, Ged sabrimi kesti, sil gözün yaşın, kara gilem ağlama besti. Sil gözün yaşın, qara giləm ağlama bəsti. Sən sevgilin qabağındadır, oxuyursan. Mən də evdəki Fikirləşirsən. Fikirləşib. Yəni bunu demək istəyirəm ki, indi canlı belə olur. İndi amma musiqiçilər olsa bu olsa neyin başqa yersiz? şey olardı. Maşallah. Həqiqətən də canlı oxumaq var. Xüsusən də bu heç bir effektsiz zadsız. Başqa bir məsələdir ya bu. Təşəkkür edirəm. Allah Təşəkkür səsinizə edirik. Biz təşəkkür edirik. qüvvət versin. Mən də düşünürəm ki, siz bir arada olsanız 24 saat canlı oxuya bilərsiniz. Vallahi O enerji səsinin var. tini zadı, hamısı mənim xoşuma gəldi. Tınlaması zadı, hər şey mənim xoşuma gəldi. Bu mənim şəxsi fikrimdir. Bəyənməyəndə yəqin ki, paxıldır qardaş, belə düşünürəm. Təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Minnətdaram.
Əziz tamaşaçılar, bu günlük Əsl Şounu yekunlaşdırırıq. Sabah yenə eyni saatda sizlərin qarşınızda olacaq. Sonda isə görək sizi səhnəyə dəvət edək. Sual vermə. Gecəniz Şərablar. xeyrə qalsın. Şərablar gəlir. Niyə şən mahnı verir? Silahsız savaştım tekelli, tekelli. Bu eşkte mən idim yüreğli, yüreğli. Sen oldun canımdan değerli. Değer mi buna, değer mi? Sevirdim, deliydim, sevirdim. Bu sevda tükenmez değildim. Sonunda açıldı yalanlar, sonunda mene olup olanlar. Gidenler değil kalanlar günahkardı. Sonunda açıldı yalanlar, yoktu halıma yananlar. İndi dostum şaraplardı. Sonunda açıldı yalanlar, sonunda mene olup olanlar. Gidenler değil kalanlar günahkardı. Sonunda açıldı yalanlar, yoktu halıma yananlar. İndi dostum şaraplardı. Silahsız savaştım tekelli, tekelli. Bu eşkte mən idim yüreğli, yüreğli. Sen oldun canımdan değerli. Değer mi buna, değer mi? Sevirdim, deliydim, sevirdim. Bu sevda tükenmez değildim. Sonunda açıldı yalanlar, sonunda mene olup olanlar. Gidenler değil kalanlar günahkardı. Sonunda açıldı yalanlar, yoktu halıma yananlar. İndi dostum şaraplardı. Sonunda açıldı yalanlar, sonunda mene olup olanlar. Gidenler değil kalanlar günahkardı. Sonunda açıldı yalanlar, yoktu halıma yananlar. İndi dostum şaraplardı.